Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bugün size Han kondisionerinin pultunun istifadə qaydasını göstereceğim. Qeyd etmək istəyirik ki, pult bir qədər uzun olduğuna göre biz indi onu bir qədər aşağı edirik ki, ekranda görkənsin. Kondisionerin pultu iki hissədən ibarətdir. Əvvəlcə burada gördüyünüz düğmeleri bir izah edəcəyik. Bundan sonra isə demək ki, videomuzun ikinci hissəsində əlavə funksiyaları izah edəcək. Hər bir kondisionerdə olduğu kimi burada da bir açma kapama düğmesi var ve bunun köməyi kondisioneri açıp kapata bilirik. Bu ise mod düğmesidir. Biz mod düğmesinin köməyi ilə kondisionerin rejimlerini dəyişirik. Hal-hazırda gördüğünüz gibi burada bir qar dənəzi işarəsi görkənir. Bu soyutma rejimidir. Mod düğmesini basırıq. Deməli, qurutma rejiminə keçirik. Bu demək isitmə modudur. Bu fan. Bu ise avtomoddur. Məlum məsələdir ki, insanların əksəriyyəti kondisionerdən sadəcə soyutma məqsədləri üçün istifadə edirlər. Bu səbəbdən də biz mod düyməsini basırıq və soyutma rejiminə keçirik. Soyutma rejimində burada bir qar dənəsi işarəsi görkənir. Bu işarə görkənəndə temperaturu 22 ilə 24 dərəcə arasında ayarlayırıq. Əgər kondisionerimizin daha az enerji yeməsini arzulayırıqsa, o zaman çalışmalıyıq ki, temperaturu 24 dərəcədən yuxarı tutaq. Soyutma rejimində klimanın temperaturunu 22 dərəcədən aşağı ayarlamaq soyuq dəymə səbəb olacağından məsləhət görülmür. İnsanlar elə fikirləşirlər ki, əgər temperaturu 22 dərəcəyə və yaxud 18 dərəcəyə qoyanda kondisioner daha çox soyudur. Bu isə yanlışdır. Kondisioner çox soyutmur. Sadəcə olaraq siz ona hansı dərəcəyə qədər soyutmaq əmrini verirsə, yoxsa eyni miqdarda soyutma gedir. Klimanın deməli fanının sürətini dəyişmək üçün burada bir ayrıca düymə var. Speed yazılıb üstünə, yəni sürət. Bunun köməyi ilə biz sürətləri seçirik. Bu aşağı sürətdir. Orta sürət, yuxarı sürət və burada bir hərəkətlilik əmələ gələndə bu demək avto sürət sayılır. Sürət əlbəttə ki, yüksəldikcə klimanın daha çox soyutması mümkün olur. Amma yataq otağında əgər fan səsi sizi narahat edirsə, o zaman ən aşağı sürət seçilə bilir. Klimanın növbəti rejiminə keçmək üçün mod düyməsini basırıq və burada bir su damlası işarəsini görürük. Bu deməli qurutma rejimidir, dry rejimidir. Dry rejimini əsasən insanlar az istifadə edirlər. Bu evdə olan nəmin azaldılması üçün nəzərdə tutulmuşdur. Mod düyməsini bir daha basırıq, deməli, və ekranda günəş simvolu görkənir. Bu rejimdə temperaturu 26 dərəcədən yuxarı tuturuq. Çünki isti hava yüngül olduğuna görə yuxarıda yığılır və tez-tez kondisionerin yanıb sönməsinə səbəb olur. Bu rejimdə fanın sürətini avto rejiminə qoymaq kondisionerin daha yüksək məhsuldarlıqla işləməsinə səbəb olur. Bunu etmək üçün fan düyməsini bir neçə dəfə basırıq və burada bir hərəkətlilik əmələ gələndə kondisionerin fanı avtofan sürətə keçir. Yəni burada fanın sürəti mikro işləmçi, mikroprosesor tərəfindən seçildiyinə görə kondisioner əvvəla yaxşı işləyir, məhsuldar işləyir. Digər tərəfdən də çöl hissəsi yalnız havanın temperaturu 0 dərəcəyə yaxınlaşdıqda dona bilir. Eyni zamanda qeyd etmək istəyirik ki, bu rejimdə demək, siz əgər eko düyməsini basarsınızsa, demək, kondisioner bir qədər elektrik enerjisinə qənaət edəcəkdir. Klimanın mod düyməsini bir daha basdıqda burada bir fan işarəsi, ventilator işarəsi gəlir. Bu da kondisionerin fan rejimidir. Bu rejimdə kondisioner adi bir fan kimi işləyir. Bir daha bu düyməni basdıqda burada bir üçbucaq bir işarə gəlir. Bu nədir? Bu rejimdə verilən temperaturun saxlanılmasına çalışır. Məsələn, deyək ki, biz temperaturu 23 dərəcəyə ayarlamışıq. Əgər evdəki temperatur 23 dərəcədən aşağı düşərsə, kondisioner isitmə rejimində, yuxarı qalxarsa, o zaman soyutma rejimində çalışacaqdır. Yəni biz burada başqa temperaturları da seçə bilərik. Amma məsələn, biz dediyimiz kimi 23-24 dərəcə seçdikdə bu hadisə baş verir. Başqa temperaturlarda da eyni şey baş verir. Bu pultda demək jalüzləri hərəkətə gətirmək üçün iki nöqtə düymə var. Bu deməli horizontal, yəni üfüqi olan jalüzləri
yuxarı aşağı hərəkət etdirmək üçün. Bu swing düyməsi isə demək vertikal jalüzləri sağa sola hərəkət etdirmək üçündür. Dolayısıyla hər iki swing düyməsi kondisionerdən çıxan havanın istiqamətini dəyişmək üçün nəzərdə tutulmuşdur. Bu kondisionerin maraqlı bir düyməsi var. Bu da nədir? Tutaq ki, biz kondisioneri söndürdük və istəyirik ki, kondisionerimiz öz-özünü təmizləsin. Burada bir iClean, yəni avtomatik clear düyməsi var. O basıldıqda burada gördüyünüz kimi CL və yaxud CL gəlir və bu halda kondisioner təxminən bir müddət işləyir və üzərində olan nəmi qurudur. Başqa kondisionerlərdə isə bu təxminən məsələn AUX kondisionerində isə burada bir buz bağlama hadisəsi baş verir və bundan sonra kondisioner öz-özünü təmizləmiş olur. Bəli, hörmətli izləyicilərimiz, demək indi biz bu videomuzun ikinci hissəsinə başlayırıq. Funksiya düyməsini basırıq və burada bir saatin yanıb söndüyünü görürük. Kondisionerimizin pultu yanlı vəziyyətdə olduğuna görə bu halda kondisionerimizi müəyyən bir zamandan sonra söndürmək imkanımız əmələ gəlir. Tutaq ki, biz kondisioneri işə salmışıq və istəyirik ki, gecə saat məsələn 3-də kondisionerimiz sönsün. İndi də saat 9-dur. Yəni 6 saat sonra sönsün. Bu düyməni basırıq və bundan sonra saatı 6 saat ayarlayıb yenidən eyni düyməni basırıq. Yəni kondisionerimiz 6 saat bu rejimdə işlədikdən sonra söndürüləcəkdir. Yenidən basıb bu rejimdən çıxmış olur. Yenidən bu düyməni basırıq və burada indi başqa rejimlərə keçirik. Bunu basdıqda burada bu rejimi keçmiş oluruq. Onu təsdiq etdikdə deməli biz ionizatoru qoşmuş oluruq və beləliklə nəfəs almamız daha da rahatlaşır. Eyni zamanda da orada əlavə toz yığıcı da işə düşmüş olur. Bu düyməni basıb təzədən çıxırıq. Demək, təzədən bu düyməni basırıq və bu düymələrin köməyi ilə başqa rejimə keçirik. Bunu basdıqda isə burada bir insan muskullarını görkəzən bir kişi silueti görkənir və bu da turbo rejimidir. Bundan da çıxmaq üçün yenidən eyni düyməni basırıq. Funksiya düyməsini basdıqdan sonra burada biz deməli daha başqa nələri görə bilirik. Məsələn, burada bir ay və qarşısında da ulduzlar olan işarə var. Onu seçdikdə nə hadisəsi baş verəcək? Bu yuxu rejimidir və bu yuxu rejimində məsələn temperatur əgər 21 dərəcə ayarlamışıqsa o zaman klimamız 2 saatdan sonra temperaturu 22 dərəcəyə qaldıracaq və bir neçə saat sonra 23 dərəcə və s. kimi temperatur dəyişikliyi edəcək ki, bizə soyuq dəyməsin. Təzədən basıb o rejimdən çıxmış oluruq. Funksiya düyməsini yenidən basırıq və bu düymənin köməyi ilə deməli başqa rejimlərə keçirik. Məsələn, burada bir fanar yanıb sönür. Biz onu seçiriksə, kondisionerin üzərində olan displey işığı yandırılır. Əgər təzədən oradan çıxmaq istəyiriksə, bu formada olanda həmən displey işığı söndürülür. İndi yenə də funksiya düyməsini basırıq və burada əvvəlcə belə bir şey deyin. Məsələn, sürəti qaldırırıq ən yuxarıya, bu düyməni basırıq və burada deməli QWERTY rejimi, yəni burada bir insan qulağı işarəsi, onu basan kimi gördüyünüz kimi ventilatorun sürətini ən aşağıya endirdi və bu da o deməkdir ki, kondisionerimiz indi ən aşağı sürətdə ventilatoru çalışdıracaqdır. Bu rejimdən çıxmaq üçün yenidən eyni düyməni basırıq. Hörmətli izləyicilərimiz, burada yenə də maraqlı bir düymə var, Eco düyməsi. Ümumiyyətlə, məlum məsələdir ki, biz hamımız istəyirik ki, kondisionerimiz az elektrik yesin və bizə tez-tez bu sualları verirlər. Biz əlbəttə ki, istehsalçı firmanın dediyini yox, öz dediyimiz sözü deyəcəyik. Çünki biz Eco düyməsini basanda burada 26 dərəcə qaldırır və 26 dərəcədə bizim insanımız, yəni Azərbaycan insanı əlbəttə ki, bu 26 dərəcə deyil, 20-24 dərəcəni daha çox xoşlayırlar. Bu səbəbdən də elektrik enerjisinin az istifadə edilməsini istəyirsinizsə Eco düyməsini deyil, sadəcə kondisionerinizi 23-24 dərəcə ayarlayın ki, həm sərin olsun, həm də elektrik enerjisi az yesin. Eyni Eco düyməsi isitmə rejimində də keçərlidir. Burada da məsələn tutalım ki, biz hər hansı bir temperatur qoymuşuqsa, burada da elektrik enerjisinə qənaət üçün deməli bu Eco düyməsi basılır. Amma bilmək lazımdır ki, istənilən halda əgər sizin kondisioneriniz deməli
inverter tipli kondisioner değilsə, orada olan elektrik təsarrufu, yəni elektrik enerjisindən qənaət az bir şey olacaq. Bu səbəbdən də bu düymələr vasitəsilə sadəcə az bir şeyə qənaət etmək mümkün olacaq. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Əgər yardımçı olduqsa biz Allaha şükür edirik və əssalamu aleykum.